Əslində devam edir. İndi biz də məsəl üçün görürük ki, elektrik maşınları həqiqətən qənaətlidir də, daha yaxşıdır. Amma bir məsələ var ki, bu batareyalar bu telefonda da olan batareyalarda eyni tipajdır da, yəni biraz ola bilər fərqli texnologiyadır, amma bu 5 ildən, 6 ildən sonra bunlar faizi aşağı düşür də, mən səhv eləmirəmsə. Və bunu dəyişmək lazım olur və bu kifayət qədər bahalı bir əyləncəyə çevrilir. Deməli, orada belədir ki, elektrik bu avadanlıqlarının batareyaları, bəli, düz deyirsiniz, hamısı demək olar ki, eyni bir avadanlıqdır və onları düzgün əgər şarj edilməsi, doldurulması olarsa, orada belə bir məsələ var ki, batareyanın 20%-dən aşağı düşməsinə məsləhət deyil və 80%-dən yuxarı doldurmaq da məsləhət deyil. Onun da texniki səbəb var. Çünki 20%-dən aşağı düşəndə, sonra onu doldurarkən və 80-dən yuxarı, yəni belə kobud şəkildə deyim ki, batareya başlayır qızmağa və batareya qızanda onun həcmi getdikcə daha tez azalır. Əgər 80%-dən, məsələn 80 belə deyərik ki, hətta 20%-dən 80%-ə kimi batareyanın doldurulması çox qısa vaxt alır. Daha çox o 20%-ə kimi və 80%-dən yuxarı. Təsəvvür edin ki, belə kobud şəkildə deyim ki, siz əgər fərqi yoxdur hansı batareyadır, avtomobildir, telefondur, kompüterdir, batareyasını dolduranda 80%-ə kimi çox sürətlə dolur, sonra həmin 20% biraz daha yavaş olur. Demək olar ki, təxminən eyni vaxt alır da. Ona görə 20-80% arasında saxlasan, onun ömrü daha uzun olacaqdır və çox elektrik avtomobillərində belə bir şey var ki, orada bateriyada seksiyalar var. Yəni bütün batareyanı dəyişməyə ehtiyac qalmır, hansısa o hissələrini dəyişmək mümkün olur, amma bunun da məsələsi nədir? Bunu hər kəs edə bilməz. Bunu ancaq rəsmi servislərdə etmək lazımdır. Əgər sən onu aparıb hər hansı bir, bugün bilmirəm, servisə gedirsən, o küçədə açılmış qaraja soruşsan, adam pul xatirinə deyir ki, bacararam da, amma bacarmır, bilmir. Elektrik avtomobillərinin və yaxud da ki, müasir avtomobillərinin belə bir problemi var ki, onlar proqram təminatından işləyirlər. Həmin proqram təminatına müdaxilə sonradan çox ağır nəticələr verə bilər. Hətta bəzən biz eşidirik ki, elektrik avtomobilləri yandı və s. Onun səbəblərindən biri də həmin proqram təminatında olunan dəyişikliklər səbəb ola bilər. Ona görə bunu etməyi məsləhət görmürəm. Ümumiyyətlə, ekspertlər də məsləhət görmür. Məsələn, avtomobili alarkən bugün Çindən çox sayda elektrik və hibrid avtomobillər gəlir. Həddindən artıq. Bəli, həddindən artıq. O da qiymətin ucuz olması ilə bağlıdır. Orada müəyyən qiymətin düşməsinin səbəbləri var. Amma bu da artıq mart ayında bitəcəkdir. Amma orada belə bir məsələ var ki, bu müasir avtomobillər hamısı proqram təminatı üzərində çalışır. Hətta təsəvvür eləyin ki, bir avtomobili götürək ki, istehsal avtomobil var, 2 litr mühərriki var və onun gücünü, orada turbo sürətləndirmə avadanlıqları var. Onun sürəti standart olaraq 200, deyəlim ki, 250 at gücü olur, 280 olur. Onun proqram təminatı hesabında 500-ə kimi qaldırmaq olar. 500 at gücünə kimi. Hamısı proqram təminatı. Elektromotorla əlavədə? Yox, yəni ki, ümumiliklə, hətta orada hibrid demirəm, standart, yəni daxili yanma mühərriki, turbo sürətləndirməsi var, turbosu var. Və turbonun hesabına onun proqramını dəyişərək gücünü dəfələrlə artırmaq olur. Yəni, tuning şirkətləri həmin turbo mühərrikli avtomobillərin sürət gücünü, qüvvəsini çox sayda artıra bilirlər. Nəinki ənənəvi mühərriklərin. Elektromobillər də onu kimidir. Yəni elektrik avtomobillərinin orada elektrik mühərrikləri də onların gücünü də eyni şəkildə artırmaq olur. Məsələn, bu yaxınlarda biz bir test elədik. Çin avtomobilidir. Tanınmış markadır. Və onun 680 at gücü var. Yəni ki, belə bir tərəfə baxanda 680 at gücü, bəli. Yəni biraz orta versiyaydı, güclü versiyaydı, amma mən başa düşmürəm, düzü deyim ki, 680 at gücünü neyniyəcəksən? Həqiqətən çoxdur. Bəlkə də gənc olanda insana bir motivasiya verir ki, mənim bu belə bir avtomobilin gücü 680-də 1000 at gücüdür filanlara vura. Amma əslində biz gündəlik həyatımızda ondan istifadə etmirik. Hətta maksimal sürəti götürək. Avtomobillərin çoxsunda maksimal sürət 250 həddində standart avtomobillərdə məhdudlaşdırılır. Çünki 250-dən yuxarı avtomobili idarə etmək təhlükəlidir əslində. Amma bugün bizim yollarda sürət limiti 120-dir maksimum. 110-dur qanunda, 120-dir. 120 olsun. 120 olsun. Məsələn, onu 10 kilometrində aşanda 130 olsun deyəlim ki, qaydalar çərçivəsində deyirəm.
Amma hətta bu sürət çox təhlükəlidir. Ha, bəli. İnsanlar bəzən 60 km/saata belə çox sadə baxırlar. Şəhərdə məsələ bizdə şəhərdə sürət, yəni ki, qaydaya görə 60 km/saatdır. Amma 60 km/saat yetərli qədər yuxarı sürətdir. Özü də şəhər axınında bəzi ölkələrdə, şəhərlərdə 50-yə, Avropada daha çox şəhərlərdə 50-yə endiriblər. 50 km/saata, bəzi yerlərdə 40-30 da sürət limiti olur. Amma insanlar bunu yəni belə çox sadə yanaşırlar ki, 80-lə gedirəm nə olacaqdı? Burada bir məsələ var ki, məsələ Avropada daha çox şəhərlərdə 50 olduğu üçün 50 ilə götürürlər araşdırmaları. 50 və 70 km sürət arasında cəmi 20 km fərq var. Amma sərt tormozlamada tormoz yolu 2 dəfə çox olur. Çoxdur. Biraz yuxarı qalxanda 3 dəfə, 4 dəfə və s. də. Yəni sürət artdıqca avtomobili saxlamaq çətinləşir. Plus bunun üzərində gətirək ki, şinlərin yeyilməsi, amortizasiyası, köhnə olması, bilmirəm, askıların nasaz olması, köhnə olması səbəbləri də təsir edir. Avtomobilin çəkisi, yəni burada çox faktorlar var və bu idealda 2 dəfədirsə, realda bugün bizim avtomobillərin çox az yeni avtomobillər ancaq yeni avtomobillərdə ola bilər. İşləmiş avtomobillərin çoxusu demək olar ki, amortizasiyası gedib, müəyyən aşınma var. Onların 2 dəfə yox, 3 dəfə olacaqdır. Yəni tormozlanma məsafəsi. Siz təsəvvür edin, şəhər axınında gedirsiniz və birdən 70 sürətlə gedirsiniz və birdən kimsə uşaq qaçır qarşısından avtomobilin və siz tormoza basırsınız, çox sərt tormoza basırsınız. Sürətiniz çoxdursa siz belə deyim ki, qəza törədə bilərsiniz. Amma sürət aşağıdırsa vaxtında saxlamaq mümkün olur. 50 ilə saxlayacaqsa, amma 70 ilə saxlaya bilməyəcəksiniz. Cəmi 20 km/saat fərqdir.